Hörmətli xanımlar, hörmətli beyler, bugün Azərbaycanın gerçək sevilən bayramlarındandır. Biz artıq son illərdə öyrəşmişik süni, xalq tərəfindən qəbul edilməyən, saxta əsaslarla yaradılan bayramlara. Amma bu bayram xalqımızın bağrından çıxardığı, əli ilə, mübarizə ilə qazandığı bir bayramdır. Əlbəttə, könül istərdi ki, bu bayram bütün Azərbaycan miqyasında buna haqq eləyən insanların iştirakı ilə yüksək səviyyədə keçsin. Könül istərdi ki, bu bayramın il dönümündə ölkədə siyasi məhbuslar olmasın. Bizim əqidə dostlarımız bizimlə bərabər olsunlar. Biz istəyərdik ki, belə bir bayram keçirilən günlərdə bizim mübariz əqidədaşlarımız aclıq kampaniyasını davam etdirməyə məcbur olmazdılar. Biz bunların hamısını istəyərdik. Amma bu şərtlərdə biz 20 illiyi qeyd ediriksə də, bu bizim sevincimizi kiçiltməməlidir. Çünki gerçəkdən də hər bir millət üçün ən müqəddəs sayılan, sevilən bayram onun müstəqil dövlətinə qovuşduğu gündür. Azərbaycanlılar üçün də bu belə olmalıdır. Biz bura gəlməmişdən qabaq xeyli adam, burada olanların əminəm ki, əksəriyyəti ayrı-ayrı olublar orada. Qonşu otaqların birində aclıq aksiyası keçirən insanlara, bizim dostlarımıza baş çəkdik. Orada həm bizim xanımlarımız, Gözəl xanım, Miradə xanım, həm bugün acılığa qoşulmuş professor Nurəddin müəllim, həm bizim gənclərimiz, hamısı, biz onlara israr elədik ki, onlar bugün dayandırsınlar acılığı, amma onlar dayandırmadılar və xahiş elədilər ki, hər kəs özünü bayram ovqatında hiss eləsin və onların təbriklərini sizə çatdırmağı xahiş etdilər. Mən onların təbriklərini sizə çatdırıram. Bu bayram günlərində keçirilən tədbirlərdə mən bir müşahidə edirəm. O müşahidəmi sizinlə bölüşmək istəyirəm. Biz dövlətimizin müstəqilliyini bərpa eləyən zaman, o zaman bir çox insanlarımızda illüziya vardı. Onlar düşünürdülər ki, əsas dövlətin müstəqilliyini bərpa eləməkdir. Dövlət olandan sonra qalan məsələləri artıq öz-özünə həllini tapacaq. Ona görə də dövlət müstəqilliyinin bərpasında hamı iştirak elədi. Yüz minlər, milyonlar. Dövlət bərpa olunandan sonra müstəqilliyi çoxları çəkildilər hərəsi öz taleyini yaşamağa. Görünür, bizə xeyli müddət lazım imiş ki, müəyyən həqiqətləri yenidən dərk edək. Məncə 20 il kifayətdir. Bu 20 il ərzində, bu günlərdə keçirilən tədbirlərdə mən ən müxtəlif təbəqələrdən müşahidə edirəm ki, artıq əksəriyyət başa düşüb ki, dövlətin müstəqilliyini bərpa etmək mühümdür, amma kifayət deyil. Bizim başqa milli vəzifələrimiz var. Biz o meydana yüz minlərlə, milyonla çıxanda biz əlbəttə ki, müstəqillik istəyirdik. Amma yalnız və yalnız müstəqillik yox, həm də Qarabağ istəyirdik. O Qarabağ ki, indi onu bizdən alıblar və əgər millət özü növbəti bir şücaətə imza atmasa, onu bizə qaytaran da yoxdur. Biz o zaman komünist totalitarizminə qarşı çıxış edirdik, ədalətsizliyə qarşı çıxış edirdik. Hakimiyyətin zəbt olunmasına qarşı çıxırdıq. Onların heç biri həllini tapmayıb. Bugün də Azərbaycanın hakimiyyəti girovdur. Xalqın əlindən alınıb, bir dəstə pirat tərəfindən Azərbaycan hakimiyyəti girov götürülüb. İndi ona görə də biz hamımız fərqində olmalıyıq ki, o milli vəzifələrin həlli bizi gözləyir. Və bu 20 illik yaxşı bir təkan ola bilər. Bizim hamımızın fikrimizi aydınlatmağa, keçilən yola nəzər salmağa və başa düşməyə ki, xırda, dedikodular, intrigalar, mübahisələr, yarışlar biz o böyük milli hədəflərdən yayındırırlar. O milli hədəflər uğrunda Azərbaycanda yeni bir hərəkata ehtiyac var. Azərbaycanın demokratikləşməsi üçün, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün, Azərbaycanın bütövləşməsi üçün belə bir milli hədəfləri olan millətin birləşməməyə, yeni bir mübarizə mərhələsini başlatmamağa haqqı yoxdur. Mən ümid edirəm ki, bu 20 illik bizim hamımıza o təkanı verəcək, yeni bir güclə, özünə inamla, cəsarətlə o xalq ki, vaxtilə dünyada ilin xalqı olmuşdu, yenidən öz sözünü deyəcək, gürovluqda əziyyət çəkən xalq hakimiyyətini xalqın özünə qaytaracaq. Bayramımız mübarək olsun. Sağ olun.